Yeməkdən sonra şirniyyat istəyini azaldan 3 vacib məsləhət. 1. Rasionunuzdan çörək, düyü, makaron və kartof kimi qidaları çıxarın. Onun yerinə zülal və liflə zəngin ət, yumurta, balıq, paxlalı bitkilər və salatlara üstünlük verin. 2. Şirniyyat istəyi gələn kimi su içib 10 dəqiqə gözləyin. 3. Şirniyyatı 1 ədəd meyvə, 5-6 ədəd qoz, 1 fincan qatıq yaxud da ki kefirlə əvəz edin. Ən pis halda 1-2 parça tünd şokolad qəbul edə bilərsiniz. Yox, mən şirniyyat yeməsəm qala bilmərəm deyirsinizsə, bu zaman alfa-xoron preparatı sizin köməyinizə çatacaq. Alfa-xoron bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində alfa-lipoik turşusu və xrom maddəsi var. Bu maddələr ilk növbədə aclıq hissini, şəkərə, şirniyyata olan meyliliyi azaldır. Yəni iştaha kəsərək sizin rahat şəkildə arıqlamağınıza yardımcı olur. Qanda xolesterinin çoxalmasının qarşısını alır. Ürək-damar xəstəliklərinin inkişafı riskini azaldır. Bədəndə, qaraciyərdə və dəraltı toxumalarda toplanan piyləri parçalayır. Yenilərinin yaranmasına icazə vermir və qüvvətli antioksidant özəlliyi sayəsində qocalma prosesinin də önünə keçir. Alfa-xromu davamlı şəkildə 3 ay boyunca içdikdə piylənməsi olan şəxslərdə bədən çəkisinin azalması müşahidə edilib. Bildirim ki, alfa-xrom bütün apteklərdə mövcuddur.